Növbəti sualda soruşur ki, son 7-8 ildə ev almaq üçün pul yığırdım və nəhayət Allahın izni ilə bir neçə ay öncə ev aldım. Bu pul həmin müddət ərzində ildən ilə necə artdığını indi tam xatırlamıram. Ancaq sonunda 120 min olanda ev aldım. 10 min borclu qaldım və sonradan bir neçə ay ödədim. Amma belə bir vəziyyət var ki, mən həmin illər ərzində sırf zəkatı niyyət edib pul çıxarmamışam. Bu vəziyyətdə nə etməliyəm? Evi 130 min manata almışam, ancaq öncə 120 min manatı ödəmişəm. Sonra bir 10 min manatı. Cavab odur ki, bu günah etmişsiniz. Yəni o pul zəkata çatan gündən siz zəkatı çıxartmalıydınız. 7-8 il ərzində bəllidir ki, yəni elə birinci ildən o yəni 85 qram qızılın qiymətinə çatmışdı. Siz onu təxmini olaraq hesablamanız lazımdır. O 8 ilin zəkatını təxminən olaraq hesablayırsınız ki, məsələn 8 il öncə məsələn deyək ki 15 min manatım var idi. Aşağı artıqlaması ilə hesablayırsınız. Sonra 7 il öncə o 25 min oldu. Məsələ misal üçün sonra deyək ki 30 min oldu ondan sonraki il. Bu şəkildə təxmini bir hesablama yürüdərək və ondan sonra da hər ilinkini, məsələn 15 mininkini çıxarırsınız, sonra 25 mininkini, sonra 30 mininkini, hər ilinkini çıxararaq toplayırsınız və sonuncu ildə 120 mininkini hesablayırsınız. Çünki 10 min o borcda onu hesablamırsınız. 120 mini hesablayırsınız və bunların hamısını toplayaraq bilirsiniz ki, sizin bu qədər borcunuz var, zəkat borcunuz var. Bu qədər borcda səhlənkarlıq etmişsiniz və ən yaxın vaxtda onları qazanıb ödəməniz lazımdır. Və sualın sonunda sual verir ki, zəkatı çıxarmaq istədiyim adam bir qardaşdır, övladı ağır xəstədir, xərcləri çoxdur, amma borcunu tam olaraq olmadığını bilmirəm. Bu qardaş həmin zəkatın çıxarılması üçün olan 8 qrupdan birinə düşdüyünə əmin deyiləm. Bu qardaşa zəkat verə bilərəmmi? Yəni zəkatı çıxarmaq istədiyim qardaşın övladının müalicəsinə böyük məbləğdə pul lazımdır. Ümumi elan verilib o pulun yığılması üçün. Əgər mənim çıxarmalı olduğum zəkatı ona versəm, o zəkat veriləcək insanların qrupuna düşür, yoxsa verilən məbləğ sədaqə kimi olur. Bəli, o zəkat əhlinə düşür, çünki zəruridir, insan həyatını xilas etmək var. Bəli, zəkatınızı oraya hamısını yönəldə bilərsiniz. Düzünü Allah bilir.